Salam, hər vaxtınız xeyir. Sizi 90 Plusun növbəti buraxılışında salamlayırıq. Hər vaxtın xeyir Rəşad. Salam, necəsən? Hər Yaxşıyam, vaxtın xeyir. sağ olasın. Mən də yaxşıyam və keçən həftə də çox maraqlı keçdi. El Keçən Clasico. həftənin ən maraqlı maçlarından biri, elə hamının gözlədiyi El Clasico El oldu. Clasico çox maraqlı oldu. Düzdür, az qol olsa da maraqlı oyun keçdi, gərgin keçdi. Belə deyək, əsəbi keçdi oyun. Deyərdim. Onsuz da o iki rəqiblərin arasında həmişə gərginlik olur. Gərginlik olub. Amma bu dəfə çox belə necə deyim, neqativ də ola bilər, amma düşünürəm ki, Lamine Yamal istədi qəhrəman olsun, yəni bu maçın, amma alınmadı, anti qəhrəmanına çevrildi. Hətta Barselona fanatları da onu biraz çox belə tənqid edirlər, mən fikir verirəm. Hardasa razıyam, amma tam da olaraq belə deyək, ədalət naminə demək lazımdır ki, Lamine Yamal hal-hazırda çox böyük itkilərlə olan Barselonanın heyətinin oyunçusudur. Sən də mənə yəqin ki, razılaşarsan. Yəni Real'la oyundakı söhbət, Barselona özü itkilərlə çıxmışdı oyuna. Həm də ciddi. Rafinha kimi itkisi var, Lewandowski kimi itkisi var idi. Həm də bunlar ciddi itkilərdir. Bundan əlavə sən də bir ulduzsan, Rafinha demək istəyirəm də, bilirsən ki, daim diqqət mərkəzindəsən. Yəni Barsa azarkeşləri Rafinhadan böyük vədlər gözləyirdilər əlbəttə ki, Rafinha da çox istedadlıdır, amma hiss olunurdu ki, bu oyun Real Madrid Rafinha'ya göz açmağa imkan verməyəcəkdir. Elə də elədilər. Əslində yəni bu oyunu ümumilikdə belə şərh eləməyə gəlsək, mən düşünürəm ki, Real Madrid yoxsa Lamine Yamal. Lamine Yamal. Gör neçə dəqiqəni mən elə Rafinha dedim, Yamal. Yəni Real Madrid artıq köklənmişdi ki, belə bir istedadlı gənci var bunun. Onu da qapamaq lazımdır. Hər dəfə də özünü göstərir. Amma ümumilikdə oyuna baxanda Real sanki bütün mövqelərdə bax belə necə deyirlər, konstruktiv yanaşmışdı da. Lazımdırsa müdafiə bağlayırıq, lazımdırsa əks hücum eləyirik. Hücumda heç belə çox çılğın oynamadılar. Görsən ki, minimal hesab kifayətləndilər. Düzdür, bir neçə top var idi orada sayılmayan. Amma topa sahib olmadı da səhv eləmirəmsə bərabər idi. Mən baxdım faizə. Birinci hissədə 49-un 51 idi. Yəni təqribi bərabər oyun gedirdi. Yəni Barcelona özündə topu saxlaya bilmirdi. Və top da Barcelonada olanda ən çox da Frenkie de Jongla Pedri çox da əllərində variantlar yox idi. Çünki Rafinha yoxdur, Lewandowski yoxdur. Aydın məsələdir ki, bu iki oyunçu öz yaxşı belə deyək, fiziki kondisiyasında rəqibət çox çətin anlar yaşadır. Yəni birincisi Rafinha çox sürətlidir. Yəni uzaqdan zərbələri var, yəni driblinqi var, oyun meydanı görməsi var. Yəni futbol IQ-su var. Eləcə də Lewandowski-də mübarizələrdə yaxşıdır. Topsuz mübarizədə. Ən azından da mərkəz strikerdir. Yəni müdafiəçilər özünə cəlb eləyir. Yəni müdafiəçi Dani Olmo da yox idi. Dani Olmo da 10 nömrə kimi oyuna hardasa əlavə bir nəfəs verirdi hücumda. Yəni Dani Olmo'nun olmaması, Rafinha'nın olmaması, Lewandowski'nin olmaması əlbəttə ki, bu öz sözündür. Yəni aydın məsələdir ki, Barcelona çox çətinliklə bu oyunda qələbə qazana bilərdi. Amma aydın məsələdir ki, Real'ın əlinə belə bir avantaj düşmüşdü. Yəni belə bir avantaj düşürsə, aydın məsələdir. Yəni Real öz şansını istifadə edir. Plus da ki, çox yaxşı formda olan Mbappé, Arda Güler çox yaxşı oynayır. Bellingham qayıtmışdı bu maçda. Vinicius özünü yaxşı göstərdi. Çox necə deyirlər, sürətli idi, ağıllı oyun aparırdı. Belə deyim, çalışırdı ki, belə necə deyirlər, rəqibi özündən çıxartsın, hətta deyərdim. Yəni bütün bu faktorları götürsə, ümumi olaraq Real daha keyfiyyətli oynadı. Barcelona bacardığını elədi. Yəni bu heyətlə, yəni Barcelona bundan artığını eləyə bilməzdi. Yəni hətta deyərdim ki, bu heyətdən çox da yaxşı oynadı. Bu heyətlə çox da yaxşı oynadı. Bu heyət elə də pis heyət deyil. Yəni sadəcə o oyuna sanki məsələn mən düşünürəm ki, əvəzləmə oldu orada. Araujo'nu meydana buraxdılar artıq ikinci tayımın sonuna yaxın. Araujo sol cinahdan hücumu sanki kəsərini artırmağa başladı, itilədi. Yəni düşünürəm ki, Araujo elə start heyətinə çıxsaydı, bəlkə Barcelona başqa bir oyun göstərərdi. İndi orada iki məşqçinin
seçimi var idi oyun öncəsi. Qurduqları bir strategiya var. Aydın görsənirdi ki, Flick öz strategiyasından elə bil artıq məğlub olmuşdu Alonsoya. Bacardıqlarını edirdilər. Bəlkə o oyunda o strategiya ilə oyuna baxanda görsənirdi. Bəlkə Barcelona heç eləyə bilərdi. Alındı ki, Real Madrid qalib gəldi. Necə deyirlər, o momentləri yaxalaya bilmirdilər. Əllərinə yaxşı momentlər düşmürdü. Düşmürdü. Bax, o momentləri də Real imkan vermirdi Barcelonaya yaratmağa. Yarada bilmirdilər. Və bir oyunun axırında bilmirəm sən gördün yoxsa yox, bir neqativ bir məqam yarandı orada. Oyunçular arasında. Carvajal düşdü Lamine Yamal'ın üstünə. Oradan Vinicius nəsə söz deyirdi. Bilmirəm indi sən mənimlə razılaşarsan yoxsa yox, amma Carvajal, yəni sən saqqalın ağarıb da. Yəni belə söhbətlər sənlik deyil də. Yəni Lamine Yamal sən belə deyim, bir balaca vaxtında evlənsəydin, Lamine Yamal boyda oğlun var idi. Sən gəlsən oyuna söhbət edirsən. Yaxşı söhbətdir, vaxtında evlənsən. 20 yaşında evlənsəydi, o Lamine Yamal boyda oğlun var idi. Gəlsən oyuna söhbət edirsən, itələyirsən onu, nə bilim də. Ən azı Instagramda bir dənə storyda paylaşardın. Deyərdin ki, Real Madrid öz sözünü demiş komandadır. Yəni nəsə sözün varsa meydanda göstər. Misal üçün belə bir şey deyə bilərdi. Amma meydanda amucumda onun üstünə nə bilim şey eləmək istəyir. Oradan qapıcı Thibaut Courtois qaça-qaça gəldi. Nəsə elə onu itələyir, bunu itələyir. Udmusunuz oyunu. Oyunu udmusunuz, söz qutardı. Komanda oyunlarının bu prinsipi belədir. Yəni komanda oyunlarında hər hansı bir komanda üzvünə qarşı bir təzyiq varsa, komanda yoldaşları kənarda durub müşahidə edə bilməzlər. Yəni, bu qaçılmaz haldır da. Bu belə oyunlarda, yəni Klasikoda məsəl üçün bax bu əzəli rəqiblər arasında Barcelona və Real Madrid arasında bu çaxnaşmanın olmaması artıq şübhəli görsənərdi. Gözlənilir ki, həmişə nəsə olacaq və mən komanda oyunlarında hardasa başa düşürəm bir komanda yoldaşının gəlməyi, yəni köməyə gəlməyi və yaxud da ki, araya qatışmağı. Amma bir şeylə də razıyam ki, Carvajal da gərək ona bu səviyyədə baş qoşmayaydı. Sənin yaşın deyil də, o uşaqdır sənin yanında. O yaşda, yəni biz bir digər futbolçulardan yəni başqa simvolikalar görmüşük də. Yəni sən danış, balacasan. Henry necə o vaxt hələ gənc Ronaldonun çiyninə vururdu. O Manchesterdə oynayanda. Yəni hələ gəncsən, düzdür. Mənim yadıma gəlir 2005-ci ildə Milanla Manchester United oynayanda orada nəsə Cafu ilə Cristiano Ronaldo arasında bir şey oldu. Cristiano itələdi Cafunu, Cafu belə baxdı, güldü, heç nə eləmədi. Yəni ki, mən sənə nə cavab verdim? Gəncsən də. Bir də ki, bir dənə deyim bunu, orada indi Barcelona'da olardı. Xavi, olardı orada. Carles Puyol, orada olardı Messi. Carvajal gəlsəydi, tutardı o yaxasını, deyərdi ki, yaxasına tutmaq lazım. Məsələn, Puyol olsaydı mən əminəm ki, gələrdi, aralayardı hər kəsi və belə böyük qardaş kimi ikisini də hissini soydardı. Ortada bir avtoritet lazımdır komandada. Avtoritetlə ağsaqqal çatışmır da elə bil ki, hə? Barcelona ağsaqqal çatışmır. Bir dənə ağsaqqal lazımdır. O da ki, yoxdur. Amma belə ümumi götürəndə Barcelona'nın müdafiəsinin zəif olması yəni çox çətin olacaq bu sezon onun üçün. Yəni birinci La Liqanı qazanmaq çox çətin olacaq. İkincisi Çempionlar Liqasında aydın məsələdir. Əjdahalar çoxdur. Məsəl üçün biri də onlardan biri formasını geyindiyimiz Bavariyadır. Bu mövsüm çox super çıxış eləyir Bavariya. Formasını da geyinmişik. Bu mövsüm onun bir rekordlarına toxunacağıq. Bunun o barəsində danışacağıq. Bavariya gənc məşqçisi Kompani ilə artıq ikinci mövsümdür. Gözlənilmədən çox yüksək nəticə göstərir. Yəni tarix yazırlar. Tarix yazırlar, hə. Sanki Kompani ilə rekordmasterin sükanın arxasına gəlib elə rekordları qırmağa. Yəni sezon təzə başlayıb 3 dənə rekord qrup komanda. Yəni nə deməkdir? 51 gol. 10 gol buraxıblar da. 10 gol. 10-cusunu da sonuncu. 14 oyunun 4 oyununda quru hesablı qələbə. 14 oyunun cəmi 2 oyununda Bavariya 2 gol buraxıb. Yəni bir Augsburgla oyunda 3-2 oldu. Bavariya qələbə qazandı. Bir də Kubok oyunda Wiesenlə oynamışdı. Yoxsa Wieden idi, bir tərə komanda. Wiesbaden idi deyəsən. Oyunda 3-2 udmuşdu. Və qalan oyunlarda yəni 1 gol buraxıb və ya da 0. Yəni gol buraxmayıb. 51 gol və 14 qələbə və Milanın əbədi sayılan 92-93 mövsümündəki əbədi sayılan rekordunu yenilədi. Artıq 14 qələbəsi var və bu da bilmirəm indi nə qədər çətindir. Çoxları deyirlər ki, Almaniya çempionatıdır.
okey də yaxşı Almaniya çempionatıdır, PSG də Fransa çempionatında o rekord eləsin. Ya da ki Real onu eləsin də. Yəni uzun illər Real idi, Barcelona idi də. Yəni iki dənə güclü komanda var idi. Onu Real da eləyə bilərdi o rekordu. Real da eləyə bilərdi. Ondan əlavə məsələn 2 mövsüm öncə Bayer Leverkusen yenilməz unbeaten mövsüm keçirdi. Hə, o yenilməz mövsümün içərisində 13 oyunda albadal qalib gələ bilərdi. Yəni eyni liqada oynayırlar da. Halbuki onu eləyə bilməmişdi. Plus yəni qeyd etmək lazımdır ki, Bavariyanın bu 14 qələbəsinin içində bu sırada Der Klassikdə oynadığı Dortmund var. Bundesligada qarşılaşdığı Leipzig var. Çempionlar Liqasında qarşılaşdığı Chelsea var. Yəni bunlar artıq zəif rəqiblər deyil. Hər birinə qarşı da Bavariya favorit, az fərqlə favorit kimi çıxırdı. Uduzmağı da gözlənilirdi bəzən. Bütün bu sadalığın oyunlar ki var, hamısında Bavariya dominant oyun göstərmişdi. Yəni rəqibə şans verməmişdi demək olar ki. Yəni Chelsea həmin oyunu dedilər ki, Chelsea niyə görə belə? Chelsea zəif oynamadı. Chelsea bacardığını qoydu. Sadəcə olaraq Bavariya o qədər üstün oyun göstərirdi ki, Chelsea-ni zəif göstərdi. Yəni Bavariya o qədər güclüdür ki, Chelsea zəifdir onun yanında. Ona hamı da baxır ki, niyə belə bunlar belə oynayırlar? Zəif deyil, əslində sadəcə onun zəif deyil. Sadəcə Bavariya onu zəif eləmişdi, zəif vəziyyətə salmışdı. Yəni hücum xəttinə baxanda, yəni prime dövrünü yaşayan Kane, prime dövrünü yaşayan Michael Olise, prime dövrünü yaşayan Luis Diaz və unutmayaq, orta xəttdə Kimmichlə Pavlovic, yəni arxadan hücumu dəstəkləyirlər. Ən yaxşı dövrünü yaşayan Laimer, bu dəqiqə ən yaxşı sağ cinah müdafiəçisidir. Və hücumda da Bavariya bir gənc istedadı var Bavariyanın. Onu da gəl unutmayaq. Leonard Karl. Ötən ilin, yəni bu ilin ötən mövsüm amma. Yanılmıramsa aprel ayının 24-ü yoxsa 4-ündə ilk dəfə debüt eləmişdi Bavariya üçün. Ən gənc o futbolçudur ki, gol vurmuşdu Bavariyadan Çempionlar Liqasında. Hə, Musiala, o da Musiala'nın rekordunu qırmışdı. Musiala gənc idi. Desən elə hər ikisində 17 yaş idi, amma gün hesabında Musiala'nı önlədi. Çox istedadlı gəncdir. Bax, onun haqqında xüsusi danışmaq istəyərdim. Mənə artıq püxtələşmiş, gənc olmasına baxmayaraq püxtələşmiş Modric-i xatırladır. Öz oyun stili ilə. Mənə bir bazı xatırladır. Mathieu Valbuena var idi. Valbuena, hə. Onun kimi biraz belə girir, belə reski belə keçir, nə sağdan. Boyuna görə bəlkə deyirəm. Yox, topu idarə eləməsinə belə gəl belə vurdu, top getdi düz topa. Hə, bax mən sənə vurmağına görə deyirəm ki, bəzi elə məqamlar olur ki, Leonard Karl sanki çevrilir, qol vurmasa, çevrilir oyunun görünməyən qəhrəmanına, götürür oyunu öz üzərinə, lazım gəlsə paslar verən, təciz eləyir wingerləri, lazım gəlsə də kəsmə eləyir qapı qarşısına, cərimə meydançasına 9-luğa. Leonard Karl kimi futbolçulara qarşı mübarizə aparmaq da çətindir. Çünki boyu balacadır. Yəni ondan topu almaq. Əlvatı vardan tasan. Yəni yıxacaqsan da onu. Yəni bir dənə belə toxunacaqsan, yıxıldı, cərimə zərbəsi. Ona qarşı mübarizə aparmaq da çətindir. Yəni əslində ola bilər ki, gələcəkdə inkişaf edə bilər. Hə, bu yaxınlarda nə eşitdim? Onu hətta Premier Liqadan da klublar var ki, almaq istəyirlər və onların arasında Chelsea də var. Yəni Chelsea də harda bir dənə perspektivli bir dənə cavan görür, o da təklif göndərməyə hazırdır. Bu gənc yaşında artıq ola bilər ki, bu artıq bu məlumatı indi düzdür şayələr yayılır, hələ dəqiq məlumat yoxdur. Buna Nagelsmann da bu çağırışı eləməyib, amma ola bilər ki, Alman millisinə çağırsın Nagelsmann. Ola bilər ha. Bu gənc yaşında çox artıq Musiala'nın yolu ilə gedir. Bu yöndə qeyd etmək lazımdır. Bavariya öz kampusu üzərində çox qəşəng işləyir. Çox yaxşı işləyir. Gənc istedadları üzə çıxardır. Bavariyanın heyətində əsas simalardan biri məncə ən başlıcası bəlkə də Kane-dir. Çünki Kane sanki necə deyim, yeni bir dövrə keçib, yəni sanki nə bilim, bu adam hər bir şey bacarır meydanda. Hardasa Del Piero kimi oynayır da. Yəni Del Piero da hardasa hücumçu idi, amma lazım gəldi cinahdan da keçirdi. Soldan da oynayırdı, sol winger kimi də oynayırdı. 10 nömrə kimi də oynayırdı. Eləcə Francesco Totti. Yəni onun profilində olan bir hücumçuya çevrilib.
Qalıb Kane'in bir dənə qapıda oynamağı. Hə, bir dənə o qalıb. O da gözləyərik ki, belə necə deyim, sağlıq olsun. John Terry oynamışdı. Arzudur, bilmirəm, biz arzudur. Hə, bir dəfə Neuer qırmızı kart alsa və 5 dənə dəyişiklik eləsələr Kane oyunda yadındadır, Laimerə hardan ötürmə elədi. Öz cərimə meydançasında mübarizə apardı. Topu qazandı. İki oyunçunun arasından keçdi, bir dənə açılış elədi. Laimer götürdü, getdi. Elə Dortmunda qarşı oyunda nə qədər cərimə meydançası qarşısında stopper kimi topu alırdı. Və bunu da qeyd etmək istərdim. Bavariyanın bu qədər elə yaxşı hücum oyunu aparmasının əsas səbəblərindən biri də odur ki, hücumda ideyaları çoxdur. Sən fikir vermisənsə top rəqib hücuma keçəndə, top itirəndə top Kane-ə düşür, Kane uzaq diaqonal ötürmələr ötürür. Luis Diaz-a. Mən artıq neçənci dəfədir görürəm, top diaqonal gedir. Luis Diaz-a ya da Olise'yə. Yəni belə deyim, rəqib Bavariyanın tərəfində olanda Kane çox dərindən oynayır. Çox dərinə gedir. Gedir öz müdafiə xəttinə qədər gəlir. Və oradan topu qazananda cinahlar gedir qabağı. Luis Diaz da gedir, deməli Olise də qaçır. Və orada artıq çatdıra bilmirlər müdafiəçilər. Yəni rəqib komanda üçün risklidir ki, hücuma keçsin. Yəni top itirilsə Luis Diaz ordadır. Qapının ağzında olacaq. Mən düşünürəm ki, Kane üçün Bavariya o vaxtı transfer edəndə pul xərcləmək istəmirdi. 100 milyona, daha doğrusu 100 milyonu keçmək istəmirdi. O cızığı keçmək istəmirdi. Mən düşünürəm ki, Kane Bavariyanın xərclədiyi 100 milyon hər bir sentini ödəyir. Əlbəttə. Öz oyunundan göstərir. İndiki qiymətlərə baxanda, yəni Mbeumo'ya 75 milyon verirlər, nə bilim. Sonra Alexander Isak'a 100 milyon. Virtsə 125 milyon. Yəni dəyər əlbəttə. Çempionlar Liqasında da çox güman ki, Bavariya bax bu tendensiya ilə davam eləsə, mənim gözləntim belədir. Sadəcə bugün Bavariya toxunduğu mövzusuna deyə yox. Düşünürəm ki, hamı Bavariyada kompanyanın gəncliyindən danışır və deyir ki, hələ o oyun qəşəng göstərə bilər komanda, güclü oyun göstərə bilər, amma məşqçi gəncdir və strategiyalarda biraz uduza bilər. Nədənsə mənə elə gəlir ki, bu il gözləyirəm ki, elə top 3-dədirsə Bavariya elə hətta Çempionlar Liqasını götürə də bilər. Kompaniya Bavariya keçməmişdən əvvəl Rummenigge, Karl-Heinz Rummenigge Pep Guardiola zəng eləyib və danışmışdı ki, biz nə edək? Yəni seçim qarşısında qalmışdılar. O vaxt elə tam dəqiq deyildi. Yəni namizəd kimi short listə var idi. Orada danışıqlar vardı. Yəni Flicklə də danışıq gedirdi, Rangnicklə də danışıqlar gedirdi. Tuchel'lə də saxlaya bilərdi. Flicklə danışmışdı. Demişdi ki, biz mən danışmışam, Flick gələcək. Orada Max Eberl dedi ki, yox, yəni biz Vincent Kompanyini seçməliyik. Belə deyək, orada qarşılıqlı fikirlər oldu. Qərarsızlıq var idi və orada Rummenigge zəng elədi Pep Guardiola'ya. Yəni həmin yerdə yox əlbəttə. Yəni ondan sonra bir müddət keçəndən sonra Pep Guardiola dedi ki, mütləq, yəni kompaniya üçün oradan da yaxşıdır. Və kompaniya Bavariya gələndə bu yadımdadır, demişdi ki, Pep Guardiola. Mən bilmirəm bu nə vaxt baş verəcək, amma bir gün Vincent Kompany Manchester City-nin baş məşqçisi olacaq. Yəni bu nə deməkdir? Bu deməkdir ki, Pep Guardiola gedəndən sonra öz yerinə Vincent Kompanyini görür. Və Pep Guardiola da yoldan keçən adamı tərifləməz. Yəni Kompany bu sözü də necə deyirlər, öz nailiyyətləri ilə təsdiqləyir. Doğruldur, təsdiqləyir, doğruldur. Amma bir şey də qeyd edeyim, bu cür oynamağın mənfi cəhəti nə ola bilər? Çünki bu çox enerji xərcləyən bir oyundur. Yəni bütün komanda geriyə gedir, arxaya gedir, qabağı, sağdan, soldan. Yəni ən çox da yük düşür Olise'nin üzərinə, Luis Diaz'ın və Kane'in üzərinə. Yəni ola bilər ki, rotasiya olmasa, mən düşünürəm ki, kompaniya rotasiya getməlidir. Hal-hazırda da fikir versənsə, Leonard Carroll oynayır, sonra Nicholas Jackson, Goretzka, bunlarla Tom Bischoff'u da buraxır. İstənilən halda güclü komandaya rotasiya lazımdır. Yəni uzun müddətli bir turnirdir də, yəni sezondur. Sən mütləq şans verməlisən gənclərə və liderlərə də biraz istirahət verməlisən ki, o çox şey olmasın da, sən sezonun axırında artıq çox yüklü olacaqlar.
Görək nə olur. Mən düşünürəm ki, hal-hazırda Arsenal da unutmayaq. Arsenal da ən az qol buraxan komandadır Premyer Liqada. Arsenaldır. Hal-hazırda Çempionlar Liqasının favoritlərindən. Bavariyadır və orada PSG-ni də əlavə eləmək olar. Hə, top üçlüyə əlavə elədin sən. Və 4-cü yerdən də necə deyirlər, aşağıdan Real Real Madridin Madrid biz də varıq da, yəni əl eləyir. Hə. Yəni Real da unutmayaq. Görək nə olur. Çox maraqlı başlayıb və istərdim ki, Juventusdan da biraz danışaq. Orada Danışaq, hə. Orada məşqçi ilə yollarını ayırdılar. Tudor istifaya göndərildi və Luciano Spalletti gətirdilər. Maraqlı bir fakt nə idi? Luciano Spalletti Napolidən gedəndə demişdi ki, mən artıq heç bir İtalyan klubunu məşq elətdirməyəcəm. Heç vaxt demə. Demə, aysa və Spalletti demək lazımdır. Amma onda eşidirsən cənab Spalletti. 8 aylıq deyəsən gətirib. Yəni sezon sonuna qədər də belə iyul ayına qədər 2026-cı ilin iyununa qədər kontraktlar. Sınaq müddəti deyirsən. Amma yaxşı nəticə olsa uzadacaqlar. İndi nəsə tendensiyada tez məşqçi çıxarmaq. Nottingham Forest-dən də Postecoglou-nu çıxartdılar. Əslində Postecoglou pis məşqçi deyil, sadəcə olaraq bilmirəm niyə görə belə səbirsizdir Nottingham Forest rəhbərliyi. Yəni sən Nottingham Forest-sən. Sən niyə görə özünü Arsenal və Manchester City kimi aparırsan? Liverpool kimi aparırsan? Premyer Liqanı udmaq istəyirsən, yoxsa nədir məqsədin? Mən çatmırdı. O dəqiqə çıxartdı onu Postecoglou-nu. Hə, yaxşı. İndi gətiriblər. Kimdir oranın məşqçisi? Yadımdan çıxdı adı. Sean Dyche. Sean Dyche-i gətiriblər. Plus Erik ten Hag'ı da Bayer Leverkusen'dən 2 oyundan sonra çıxartdılar. Əslində Juventusla bağlı onu demək istəyirəm. İndi yəqin ki, Azərbaycanda da fan bazası böyük olan klubdur Juventus. Yəni çox adam belə deyim, azərkeşlik eləyir. Juventus əslində bilmirəm niyə görə uzun müddətli bir proyekt qurmur. Yəni istəyirlər ki, tez utsunlar. Yəni tez bir zamanda bir dənə heyət quraq, gedək nə bilim seriyanı udaq, nə bilim gedək Çempionlar Liqasını udaq. Yəni indiki vəziyyətdə sən ancaq uzun müddətli proyekt qurmalısan. Yavaş-yavaş 6 ilə bir dənə məşqçi gətir. Nə ki bax sənə 6 il vaxt verir, yarat. Necə ki Arsenalda artıq həmin şansı veriblər. Arsenal inkişaf eləyir. Düzdür, uda bilmir, amma hal-hazırda Arsenal Premyer Liqanı udmaq üçün ən real namizəddir. Bu illərin çox qəşəng şansı var. Bu ildə yox. Amma Juventusda belə bir şans vermirlər. Heç bir məşqçi. Thiago Motta'nı gətirdilər, 2 aydan sonra çıxartdılar. Tudor gəldi, 6 ay çıxartdılar. Ondan əvvəl Pirlo'nu gətirmişdilər. Pirlo da 3 ay qaldı, çıxartdılar. Bilmirəm nədir, yəni hətta Milan da götürsə, Milan da yığır belə deyək də qocaları, Modric, nə bilim, Rabiot, o bu yaxşı, okey. Sezon yaxşı başlayır, indi görürük ki, uda bilmirlər. Yəni Pisa komandası ilə heç eləyir, ya kimləsə Atalanta ilə heç eləyir. Xaltirirlər indi də. Ona görə də uzun müddətli gənc heyət qurmaq lazımdır. Nə bilim, görək də çox istərdim ki, Juventus əvvəlki kimi güclü olsun. Eləcə də Milan. Yəni o 2007-dən sonra sanki getdi də. O yanında da bir dənə söz var idi. Milan qayıdır, Milan qayıdır. Yəni də qayıtmayıb da, yəni. Qayıda bilmir. Keçək indi Çempionlar Liqasından danışmışkən, keçək qarşıdan gələn maçlar barəsində danışaq. Çempionlar Liqasında maraqlı qarşılaşmalar olacaq bu həftə. Hə, maçlar olacaq. Başlayaq doğma Qarabağımızdan. Hə, başlayaq. Artıq biletlər satılıb qutarıb. Hə. Bilet artıq almaq mümkün deyil. Hə, heyf. Mən düşünürəm ki, Olimpiya stadionunda olsaydı, yəni böyük bir stadionda, yəni çox adam gəlib baxardı. Ümid edirəm ki, Tofiq Bəhramov aurası öz sözünü deyər, heç olmasın. Mən çox istəyərdim ki, mübarizə olsun. İndi aydın məsələdir, indi bizə izləyənlər də görəcəklər. Biz deyə bilmərik də Qarabağ udacaq da müsahisində. Bunu deyə bilmirik də, alınmır da. Nə deyək ki, Qarabağ udacaq Chelsea-ni. Yəni Qarabağ fanatları da bizdən düzgün başa düşsünlər. Yəni biz çalışırıq maksimum dərəcədə realistik olaraq danışaq da. Yəni heyət Chelsea-nin heyəti
Chelsea büdcəsi, Chelsea heyəti, Qarabağın büdcəsi, Qarabağın heyəti. Yəni Hə. Chelsea Premier Liqa komandasıdır. Azərbaycan liqasında oynayan komanda deyil. Yəni Azərbaycan Premier Liqasında Qarabağ oynayır. Yəni bunu da nəzərə almaq lazımdır. Yəni hal-hazırda ən belə necə deyirlər, büdcəli komandalardan biridir. Yəni top 5 götürsək Chelsea ordadır. Aydın məsələdir ki, bu oyunda nəticə əvvəldən məlumdur. Yəni Chelsea qələbə qazanacaq. Amma yenə də futbolda mübarizə deyilən bir şey var. Rəqibin Chelsea olsa belə sən bəli, yəni sən mübarizə göstərməlisən. Qələbə niyyəti ilə çıxmalısan, böyləsən. Çıxmalısan qələbə niyyəti ilə, tam bacararsansa və xalq qopar. Qarabağ Atletik Bilbao oyundan sonra Qurban müəllim dedi ki, biz komanda daha bir böyük futbol nədir onu gördülər. Yenə də böyük bir futbol olacaq. Yəni bu heyət üçün böyük bir təcrübədir. Ki sənin qarşında top səviyyəli klub görürsən, top səviyyəli heyət görürsən və bu da sənin üçün bir həm motivasiyadır, həm də sənin üçün bir oyun sınaqdır. Sənin üçün həm bir təcrübədir, sınaqdır əlbəttə. Yəni qarşındakı Chelsea-nin müdafiə olunmağını görəcəksən sən, o top klubların başqa cür müdafiə olunmağı, top klubların başqa cür müdafiədən hücuma keçməkləri var. Yəni sən artıq məsələn sürətdə çatmaya bilərsən və yaxud da ki oyunun tempində çatmaya bilərsən. Bəlkə Atletik və yaxud da ki Benfica ilə 90 dəqiqə ərzində 60 dəqiqə hansısa bir oyunçunun maksimal templə oynamağı mümkün idisə, bəlkə Chelsea ilə bu mümkün olmayacaq. Bunlar da bütün komandaya təcrübə verəcəklər. Bax yenə deyirəm, nəticədən asılı olmayaraq bu oyundan qazanc var. Bu qazanc da təcrübədir, qızıl təcrübədir. Əlbəttə. Komanda belə oyunlarda böyüyür. Yəni bu komandanın yəni sevilməlidir ki, qarşısına Chelsea kimi komanda gəlib və sən öz bacardığını ortaya qoyacaqsan. Görün mən nə bacarıram. Yəni mən bir komanda olaraq, yəni hətta futbolçular özləri üçün deməli ki, mən bir futbolçu olaraq maksimum nə göstərə bilərəm. Və beləliklə onu göstərib. Yaxşı. Burada beləliklə hesab 0-3 Chelsea-nin xeyrinə. Mən də düşünürəm ki, Chelsea qalib gələr. İstəyirəm bir dənə qol vursun Chelsea, deyək ki, bir dənə qol vurduq, düzdür. 3 dənə buraxdığın birini vurduq. Amma futbolda yəni oyundur, mübarizə aparmaq lazımdır. Kim olur olsun qarşında, yəni mübarizə aparmalısan. Amma yenə də Chelsea-dir. Mən düşünürəm ki, ya 0-3 Chelsea-nin xeyrinə olacaq, ya da ki 1-3 xeyrinə. 1-3 ya da 1-4 nəsə belə bir şey. Yəni görək də nə olar. Bəlkə də möcüzə baş verdi, o da ola bilər. Mən şeydən hiss edirəm. Futbolda möcüzələr çox olub. Yəni, bizim videoların niyə də görə Tofiq Bəhramovda olmasın? Tendensiyasından hiss edirəm ki, bizim fanatların arasında çox böyük sayda Chelsea azarkeşləri var. Elə bir ilk yanıldığımız proqnozdan da nə qədər Chelsea azarkeşinin diqqətini cəlb eləmişdik. Bax, düşünürəm ki, onlar da mənlə razılaşarlar. Azərbaycanlı Chelsea azarkeşləri də razılaşarlar ki, Qarabağın Chelsea-nin qarşısında bax belə böyük büdcə və komanda heyəti fərqi var. Düşünürəm ki, Chelsea-dən xalq qoparda bilməyəcəyik. Mən düşünürəm ki, Chelsea-yə məğlub olarıq. Mən də elə düşünürəm. Nə demək olar? Sağlıq olsun. Yəni ki, Qarabağ fanatları bizi başa düşər. Ya da ki, Qarabağ özü bizi təəccübləndirsin. Tək ki, bizim dediyimiz proqnoz səhv çıxsın. Bu xüsusilə qeyd edərik. PSG Bavariya. Hal-hazırda iki ən yaxşı oynayan komanda bir üz-üzə gələcək. Desire Doué oynamayacaq. Çox ciddi zədə aldı. Hələ sağalıb qayıda bilmədim. Yox, bir də təzədən sıradan çıxdı. Təzədən sıradan çıxdı. Zədə çox ciddi zədə aldı və çox güman ki, fevralda qayıdacaq o dərəcədə. Yəni bu da düşünürəm ki, bir balaca avantaj verə bilər Bavariyaya. Amma doğrudan da hal-hazırda iki ən qol vuran komanda üz-üzə gəlir. Nə düşünürsən? Nə düşünürəm? Mən düşünürəm ki, Bavariya səfərdə olsa belə PSG-yə qalib gələcək. Hesab amma minimal ola bilər. Hətta qollu oyun gözləyə bilərəm. Yəni qapıda
Neuer dursa belə, bu müdafiəçilərində heç bir problem olmasa belə, düşünürəm ki, PSG qol vura biləcək. Nədənsə mənə elə gəlir ki, bu oyunda 2-1 də deyil, yəni minimal hesablı qələbə deyirəm, bax 3-2 deyirəm, 2-3 yəni. 2-3 Bavariya qalib gələr. Nəsə mənə elə gəlir ki, 2-2 olacaq. Heç gözləyirəm. Bərabər hesab gözləyirsən. İnanmıram ki, 16 oyun ardıcıl utsun. Yəni bir balaca şey gəlirdi adam düşünsən ki, bu qədər yəni güclüdür. Ola bilər. Yəni mən bir söz demirəm. Yəni qələbə də qazana bilər. Sən düşünürsən ki, PSG Bavariyanın qələbə seriyasına son qoyar. Hə, yəni bu seriyanı dayandıra biləcək komanda varsa, bəlkə də PSG-dir. Belə də deyə bilərik. PSG-ni uda biləcək komanda varsa Bavariyadır. Bavariyanı uda biləcək komanda varsa PSG-dir. Yəni belə deyə bilərəm. Və düşünürəm ki, yəqin ki, burada heç olar. 2-2 ya da 1-1. Görək, yəni mən deyirəm ki, 2. Sən isə 3-2. Mən deyirəm ki, 2-3. 2-3 Bavariya qalib gəlir. Özdə Bavariya qalib gəlsə, bir çox bax o bayaq mövzusuna toxunduq. Rəqiblərinin zəif olmaması. Qalib gəlsə bu siyahıya PSG də əlavə olunacaq və öz gücünü sübut edə bilər. Liverpool, Real Madrid. Liverpool bir qədər necə deyirlər, çox bizi təəccübləndirdi. Liverpool belə son 7 oyunda 6 oyun uduzub. Hə. Utduğu oyun olur, uduzduğu oyun olur, gözlədiyin rəqib olur. Ona qarşı ki, yəni güclü oyun göstərəcək, ona qarşı zəif oyun göstərir. Yəni mən düzülsəm belə bir şey xatırlatmıram ki, 7 oyundan 6-sını uduzsun. Özü belə bir heyətlə. Özü son şeylərə baxıram, xəbərlərə, o Liverpool fanatlarının şərhlərinə. Hamı deyir ki, artıq slotu çıxartmaq lazımdır, nə bilim. Amma Liverpool rəhbərliyi güvənir, deyir ki, yox, biz Arne Slota güvənirik. Amma yenə də oyunda çox ciddi problem var. Yəni birincisi Liverpoolun oyunlarına baxanda bunu görmək olur. Anlaşılmamazlıq, xaos, əminsizlik, ideyasızlıq, sanki bu həmin Liverpool deyirlər. Bilirsən ki, yəni bunlar niyə görə belə zəif oynasınlar da? Yəni Crystal Palace səni üstələməməlidir də, üstələməməlidir. Belə şey olmamalıdır. Sən necə belə bir heyətlə məğlub ola bilərsən? Çox qəribə vəziyyətdir əslində. Amma Real da öz yaxşı formundadır. Yəni öz yaxşı formunda gəlir Anfield Road-da. Düşünürəm ki, Real 1-2 hesabı ilə qələbə qazansın, nəsə belə bir şey. Mən də düşünürəm ki, Real Madrid qalib gələr Liverpoola. Liverpool qol vurarmı? Bilmirəm. Bax, toparlamalıdır özünü Reala qarşı. Bayaqlar belə biraz Virsidən danışdıq, ötən buraxılışda da danışdıq. Yaxşı formda olan Mbappé-ni də yaddan çıxarmayaq. Hal-hazırda Realda yüksəliş dövrü gedir. Yəni oyunda doğrudan da hiss olunur, inkişaf var. 1-2 Realın xeyrinə. 1-2. Mən də 1-2 ya 1-3 düşünürəm. Gol düşünürəm. Düşünürəm ki, Liverpool vurar, amma Real Madrid yaxşı müdafiə olunacaq məncə. Və ağıllı oynayacaq, Liverpoola qalib gələcək. Ajax Galatasaray. Ajax Galatasaray. Galatasaray səfər komandası deyil də. Yəni səfərdə sanki tam başqa komanda olur. Ajax da meydan komandası deyil. Nə deyim valla. Ajaxdan, yəni Ajax hal-hazırda yaxşı vəziyyətdə deyil. Yəni Galatasaray məğlub eləməlidir. Nə deyək? 1-1. Mən elə gəlir ki, Ajax Galatasaray. Hə, sən onda heç deyirsən. Heç. Sən nə deyirsən? Mən elə gəlir ki, Galatasaray qalib gələcək. Bax, bu mövzunun əvvəlində biz danışanda nəyə lazımdır Sané? Nəyə alırsan Sané-ni? Gündoğan nəyə gəlib? Böyük maaşlarla falan. Düşünürəm ki, bax, onlar burada öz nəticəsini göstərəcək. Yəni ortada da belə bir dirijorlar var. Bax, əgər bu oyunda da Sané-dir, Gündoğandır. Göstərməsələr, özlərini göstərməsələr, onda deyəcəklər ki, yaxşıdır, biz səhv elədik. 1-1 deyirəm, sən nə deyirsən? Mən deyirəm Qalatasarayın qələbəsi özdə 2-dən çox top fərqi gözləyirəm. Yəni mən gözləyirəm ki, bunu eləsin Qalatasaray. Eləməlidir, düşünürəm. Görək. Benfica, Bayer Leverkusen. Benfica, Bayer Leverkusen.
Jose Mourinho maraqlı açıqlaması oldu. Chelsea ilə məğlubiyyətdən sonra yox, kim oldu? Newcastle ilə məğlubiyyətdən sonra dedi ki, biz hazırda elə bir vəziyyətdəyik ki, gərək bütün oyunları udaq. Yəni maraqlıdır. Yəni Jose Mourinho'nun aurası bəlkə də komandaya təsir eləməlidir də ən azından. Yəni öz meydanlarında oynayırlar. 3 məğlubiyyətdən sonra düşünürəm ki, udmalıdır. 3-2 nəsə belə bir. Düşünürsən ki 3-2 çox qollu oyun gözləyirsən də. Yatın. Bolşe, atın Bolşe. Evini hələ tərəddüd edən varsa qoyun. Hə. Amma evsiz qalsaz gəlib Hafizdən yaxasına yapışarsınız. Gəlib məndən yapışarsınız. Nə oldu ya keçəl. Tamam. Amma mən bu oyundan heç-heçə gözləyirəm. Heç-heçə. Bərabər hesab gözləyirəm. Benfica, Bayer Leverkusen. Özü düşünürəm ki, Benfica qələbə lazımdır. Mümkün qədər vuracaq. Bayer isə özü belə bilsən bərabərlik yaratmaq komandasıdır da. Alonso getsə də bir balaca o iz qalıb onda 90 plus dəqiqələrdə vurmaq. Grimaldo da yaxşıdır. Yəni zərbələrdən vurur. Yəni sonra Patrick Schickdir. Yəni heyət yaxşıdır belə baxanda. Maraqlı oyun olacaq. Yəni hər iki komandaya da qələbə lazımdır. Amma Benfica məncə yəni udar. 3-2 udar. Sən deyirsən ki Benfica 3-2 udar. Mən deyirəm ki 2-2 heç-heçə. Manchester City Dortmund. Bu da maraqlıdır. Bu oyuna mən baxmaq istəyərdim, amma heyf ki daha maraqlı oyunlar var. Yenə də yəni Manchester City yaxşı vəziyyətdə deyil bir qədər. Aston Villa'ya məğlub oldu 1-0. Hələ ki öz oyunu tapa bilmir. Düzdür, Haaland vurur, amma komanda ilə də öz oyunu tapa bilmir. Tijani Reinders doğrudan da komandanın liderini çevrilib, Rodri olmadan. Çerki hələ ki yoxdur, bunu da nəzərə alaq. Amma Dortmundda zəif deyil. Yəni Dortmund hal-hazırda bir dənə məğlubiyyəti var. O da Bavariyadandır. Yəni məğlubiyyəti yoxdur. Nə Bundesliqada, ya Bundesliqada bir dənə oyuncusu, yəni Bavariya, amma Çempionlar Liqasında məğlubiyyəti yoxdur. Bəlkə də burada tilsim qırılar. Mən elə düşünürəm. Mən düşünürəm ki, Dortmundun tilsimi qırılar və Manchester City evdə bu fürsəti əldən verməz və qalib gələr. Yəqin ki, yəni 2-1 ya 3-1. Olsun 3-1. Manchester City olacaq. Sən nə deyirsən? Hansı hesabla? Mən nəsə Dortmundun çox qol vurmağını gözləyirəm. Amma mən düşünürəm ki 3-2, 4-2 və belə. Çox qollu oyun gözləyirəm Manchester City Dortmundla. Marseille Atalanta. Bu da maraqlı oyundur. Dezerbi Marseille çox qəşəng, çox belə necə deyirlər, dadlı oyun göstərir. Dezerbi aşiq adlandı. Mən Dezerbi fanatıyam. Yəni Dezerbi nə vaxtsa böyük klubun məşqçisi olmalıdır. Mütləq. Yəni bu başqa yolu yoxdur. Yəni Dezerbi top klubunun məşqçisi olacaq. Və olmalıdır. Yəni mən hətta onu deyərdim ki, Liverpoolda gör. Bəlkə də yayda Arne Slot'u çıxartsalar, onun yerinə Dezerbini gətirə bilərlər. Və yaxud da nə bilim, bəlkə də Juventus'un baş məşqçisi ola bilər, ya nə bilim Borussia Dortmundda ola bilər bəlkə də, ya da Arsenal yox, inanmıram Arsenal. Arsenalda Arteta yaxşıdır. Amma olmalıdır, mütləq olmalıdır. Baş məşqçisi olmalıdır böyük klubun. Mən gözləyirəm Marseille udsun. Yəni Marseille çox yaxşı oynayır, çox gözəl oyun oynayır. Heyətinə görə çox mənalı, ideyalı, belə deyək, sistemli bir oyun gedir. Yəni komanda orqanik hiss edir özünü meydanda. 2-1 deyərdim. Mən isə 2-0 gözləyirəm. 2-0. Hə, gözləyirəm ki, Marseille Atalanta 2-0 qalib gəlsin. Ola bilər. Və beləliklə deyəsən, yavaş-yavaş sonlandıra bilərik buraxılışımız. Bir şeyi qeyd edeyim ki, maraqlı rəylər yazırlar. Artıq siz də aktivliyi görürük və bəyənirik. Biz məsəl üçün fikirlərimizi bildirəndən sonra siz də öz fikirlərinizi videoların altında yazın. Proqnoz videolarının altında öz proqnozlarınızı qeyd edin.
Tənqidlərinizi yazın, zarafatlara da açığıq, tənqidə də açığıq, Yəni hətta fikirlərinizi belə bildirin. deyək, bizim fikirlərimizə əks fikirlərinizi də bildirə bilərsiniz. Yəni deyə bilərsiniz ki, yox siz səhvsiniz, belə də Hansı elədir. fikirlə razı deyilsiniz? Hə, Razı yaza olduğunuz bilərsiniz, digər öz- mövqe deyin. Bir də qeyd eləmək istərdim, ötən buraxılışımızdakı proqnozların altında Qarabağın Bilbao ilə oyununa qarşı Hə. bir izləyicimiz külli miqdarda onun screenshotunu çalışacağım paylaşım videonun altında. Külli miqdarda bankdan kredit götürdüyünü demişdi. Qarabağa Çox böyük bir məbləğ idi. Yəni qələbəsinə deyir ki, ona bir yatırmışdı avtomobil pulu. almaq olardı. Ümid edirəm vəziyyət yaxşıdır qardaş. Ümid edirəm. Gecələr rahat yata bilirsən dediyinə görə 18 ay bundan sonra ödəməli olacaq. Hə, uğurlar arzulayırıq. Uğurlar arzulayırıq. Yəni Chelsea qarşı belə şey eləmə. biz əslində bunun tərəfdarı deyilik. İndidən deyək ki, yəni hesab belə deyək də hesaba pul qoyub. Bu sadəcə maraq üçün proqnozdur bizdə. Biz sadəcə olaraq öz fikrimizi bildiririk. Amma yenə də pul sizin də özünüz bilərsiniz, necə istəyirsiniz xərcləyin. Amma biz bunun tərəfdarı deyilik, indidən deyək. Belə düşünürəm ki, biz bu gün toxunmaq istədiyimiz mövzulara toxunduq. Ətraflı danışdıq lazım olan məqamlardan, proqnozlarımızı da verdik. Və biz izləyicilərimizlə artıq gələn görüşədək sağollaşa bilərik. Özünüzdən müğayət olun. Futbola baxın. Futbola baxın, futbola bizimlə baxın. Çünki futbol bizimlə daha maraqlıdır. Bəli. Sağ olun. Sağ olun. Hələlik.